Salam, xoş gördük hər birinizi. Deməli, mən bu gündən sizə bir neçə rasional ifadələrdən bu ixtisar və sonlara doğru 100-dən sonra bəzi misalların izahını verəcəm ki, ev tapşırıqlarına da onlar bənzərlərində yazasınız. Yəni, bu rasional ifadələrdən də qutaraq. Deməli, bir dəqiqə işarələmişəm bir neçəsini əvvəlcədən. Əvvəldən işarələdiyim yoxdur. Deməli, 112-dən başlayacaq. 110-dan başlayırıq. Demək, dərsdə olanlardan və kimsə görübsə izaha baxar, görməyənlər üçün də bir daha izah edirəm, izah elədiyim bəzi sualları. X kvadrat açıq 6x üstə gəlsin 8. Çox hadisən deyir, bu üç hədisini vuruqlara ayırın. Vuruqlara ayırmaq üçün biz nəyisə qarşıya çıxartmalıyıq. Amma burada hal-hazırda 3 dənə hədd var da. Biz burada nəyisə qarşıya çıxarda bilmirik. Bu zaman nə edirik? Vuruqlara ayırmaq üçün biz burada nəyisə parçalamalıyıq. Parçalayanda da burada 6x-i parçalayacaq. Yəni, indi necə parçalayacaq? 2 ədəd düşünürsünüz. Hansı 2 ədəddir ki? Düz bunun qanuni yolu var. Dərsdə dediyim kimi diskriminantını tapırsınız. Sonra x1, x2-sini tapırsınız. Yəni, belə uzun da yazmaq mümkündür. Və ya belə qısa yolla da yazmaq olar. Hansı 2 ədəddir ki, onları bir-birinə vuranda 8 eləyir. Yaxşı, bax, belə yazaq. X1 vursun x2 8 eləyir. Amma onları toplayanda isə -6 eləyir. Yəni, bunu tapmaq lazımdır. Hasilin 8 cəmin mənfi olması o demək ki, bu ədədlər mənfidir. Və cəmin mənfi olması və hasilin müsbət olması bu ədədin ikisinin də mənfi olduğunu bildirir. Hansı 2 ədəd ki, bir-birinə vuranda 8 eləyə bilər? -2 ilə -4. Və -2 ilə -4-ü də toplayanda eləyəcək -4-ü toplayanda -6 eləyəcək. Deməli, biz ədədlərimizi tapdıq. Biri -2-dir, biri də -4. Bunu istifadə edib necə yazacağıq? Deməli, x tapandan sonra nə edirsiniz? X çıxılsın, daha doğrusu üstə gəlsin x1, x üstə gəlsin x2-dir. Yəni, vuruqlara ayırmaq üçün. İndi siz x1-i tapırsınız, x2-ni də tapırsınız. Onda belə olur. X çıxılsın 2, x çıxılsın 4. Niyə çıx oldu bunlar? Çünki bizim tapdığımız ədədlər mənfi olduğuna görə burada çıxma işarəsi oldu. Bu da bizim B variantımızdır. Bir də mən sizə bir yolda demişdim. Dedim ki, əgər tutaq ki, tapa bilmirsinizsə, biraz sizə qəliz gəlirsə, variantlarla da tapa bilərsiniz. Necə? Məsələn, bax, E variantını götürsəz, E variantında sadə. İlk, bax, 8-i 5-ə vuranda sərbəst ədəd 40 eləyir. Amma bizim sərbəst ədəd nədir? 8. Deməli, bu deyil. -8-i 6-ya vuranda -48 eləyir. Bu da deyil. Sonra, məsələn, 3-ü 5-ə vuranda 15 eləyir. Amma bu, bizə 8 lazımdır, axı, bu da deyil. Daha sonra isə, bax, məsələn, 1-i 8-ə vuranda 8 eləyir. Əla. Deyirsən ki, tutaq, ilk bunu qarşına çıxsaydı, bunu götürərdin. Amma yoxlama burada bitmir də. Başlayırsan x-ə vurmağa, x kvadrat elədi. Əla. Bu da ödəyir, bu da ödəyir. Qaldı bir dənə ortadakı bu 6x. Deməli, 1-i x-ə vurdun x, 1-i 8-ə vurdun, daha doğrusu, dəqiqə. 1-i x-ə vurdun 1x, x-i 8-ə vurdun 8x, x də müsbət. Toplayanda elə də 9x. Amma bizdə nədir? -6x. Ona görə, məsələn, C variantı da deyil. Bu, belə qalacaqdır bizə B variantı. Düz belə yolunda tapdıq, variantlarla da yolunu dedik. Bunun oxşarları da evə. Harada nə oxşarını gördüsə evə. 112-nin oxşarı, daha doğrusu 112 izah eləyəcəm, 113-ü siz evdə yazacaqsınız. 2x kvadratı üstə gələk 9x üstə gəlsin 7 bərabərdir A vurulsun. X üstə gəlsin 1. Deyir ki, burada A çox hədlisini tapın. Baxın, məsələn, 10 bərabərdir 5 vuraq x. Deməli, məsələn, biz burada x-i tapanda 10-u 5-ə bölürük də. X bərabər olur 2-yə. Onda belə çıxır ki, biz burada A-nı tapmaq istəyirik də. A-nı tapmaq istəyiriksə, bax, bu hasili digər vuruğumuza bölmək lazımdır. Yəni, 2x kvadratı üstə gələk 9x üstə gələk 7-ni bölməliyik. Mütəvəssədə yazmalıyıq ki, x üstə gələk 1-ə. Bunu necə böləcəyik demək istəyəsəz, bunu biz, düzdür, bir neçə yolu var. Yəni, 2 yolu ən azından demək mümkündür.
Amma bunun ən gözəl yolu çox əllərin çox əlliyə bölünməsi qaydasıdır. Bu da 2x-in kvadratı üstə gələk 9x üstə gəlsin 7 ağaclı bölmə bildiyiniz. Bax bundan böləcəyik. Deməli, bunu da böləndə necə bölürsünüz? Birinci həddi götürürsünüz və buradakı birinci həddi götürürsünüz. 2x kvadratı və x. İndi birinci düşünün. Biz x-i nəyə vuranda 2x kvadratı eləyər? 2x-ə. Bax, 2x-i x-ə vursan eləyəcək 2x-in kvadratı. Ona əsasən. Yəni, birincini götürdünüz kifayətdir. Sonra başlayırıq, vururuq bunları. Gətirib altından yazacağıq. 2x-i x-ə vurduq, elədi 2x-in kvadratı. Üstə gəlir. 2x-i 1-ə vurduq, elədi. Deməli, 2x-i 1-ə vurduq, elədi 2x. Sonra tərəf-tərəfə çıxırıq. 2x kvadratından 2x kvadratını çıxdıq, heç nə qalmadı. Qaldı 9x çıxırsan 2x, elədi 7x. Yuxarıdakı 7-ni də düşürtdüm aşağı. Yenə birincini birinciyə bölürsünüz. 2x-i x-ə böldünüz, elədi. Daha doğrusu 2x-i 7x-dir, burada da x-dir. Bəs x-i nəyə vursaq 7x eləyər? 7-yə. Deməli, başlayırıq yenə vurmağa. 7-ni x-ə vurduq 7x, 7-ni də 1-ə vurduq 7. Tərəf-tərəfə də çıxdıq. Heç nə qalmadı. 0. Deməli, bizim digər vurğumuz da 2x üstə gəlməsin 7-dir. D variantı. Bunu 110 üstə bəzilərinizə olsa dərsdə izah edib vermişdim. Qalanlarını kim də görməyibsə, yəni davam eləyər. 110. 4-dən bir dənəsini izah edəcəm. 114-dən görüm, oxşarın özümdən deməyə çalışacağım. X kvadrat çıxılsın 6x y üstə gələk 12 y-in kvadratı üstə gələk olmasın. Dəqiqə. Hə, tamamdır, alındı. Bu 114'ü fikirləşirdim ki, bunun özünü deyərəm, amma 114'ün oxşarını yazacağım. 114'dür, 115'dir, bu sizin ev olacaq. Bax, geri qayıdıram bir dənə bu suala. Bayaqların bu sualı izah eləyəndə dedik ki, elə 2 ədəd düşünürsünüz ki, onların hasili 8'i versin, cəmi də -8'i versin. Yəni, götürəndə işarəsini bərabər götürürük də. Deyəsiniz ki, müəllim, bununla bu fərqlidir axı. Burada x var, y kvadratı var, x, y var. Biraz müəllim, bu həmin buna oxşamır da. Yəni, kvadratik tənliyimizə bizim oxşamır. Bunda nə edirik? Yenə də həmin qayda ilə yazarsınız. Yəni, siz yanındakı bu x, y-dir, y kvadratıdır. Onlara fikir verməyirsiniz. Yenə də həmin qayda ilə yazarsınız. Yenə gedirik. Hansı 2 ədəddir ki, bir-birinə vuranda hasili -16 eləyir. Amma onları toplayanda isə -6 eləyəcək. Bax, başlayaq. 16 olması üçün 8 ilə 2-dən istifadə etməliyik. Bəs bu işarələri necə olacaq? Məsələn, 8 -2 olsa, hasili -16 eləyir. Əla. Amma toplayanda böyükdən kiçiyi çıxırsa, müsbət 6 eləyir. Bu bizim işimizə yaramadı. Bu deyil. Onda belə çıxır 8 ilə -8 ilə 2-dir. Çünki bunların hasili yenə də -16 eləyir. Amma deməli, bunlar hasili -16 eləyir. Və bunları toplayanda da -8 ilə 2-ni toplayanda da böyükdən kiçiyi çıxırsan və böyüyün işarəsi -6 eləyir. Demək, bu da ödəyir. Aha, demək, biz tapdıq bu ədədləri. Bu ədədlərimiz biri -8-dir, biri də müsbət 6-dır. Bu bizə nəyə görə lazımdır? Bax, bu ortadakını parçalayanda bizim əmsallarımız o olacaq. X kvadrat çıx 8xy üstə gələ 2xy. Bax, o -8-dən müsbət 2 bax buradadır. Ona görə tapdım ki, mən ortadakını parçalaya bilim. Çıxılsın 16y-in kvadratı. Bundan neynəyəcək artıq? Burada istədiyiniz şəkildə 2 dənəsini götürüb oxşar hədlərin qarşıya çıxarda bilərsiniz. Yenə deyirəm, burada bir neçə dənə qarşıya çıxartmanız ola bilər. Məsələn, bax, x kvadratından 8xy götürərsən, bundan da bunu götürərsən. Bir yolu budur. Buradan nəyə götürərsən? X qabağa çıxardırsan, burada da 2y qabağa çıxardırsan. Bir yolu bu. Sonra. Bir yolu nədir? Bundan bunu götürərsən, bundan da bunu götürərsən.
Ha, burada nəyi çıxardarsan? Məsələn, burada y-i çıxardarsan. Buradan da tutaq 8 y qabağa çıxardarsan. Yəni yol, onu demək istəyirəm ki, yolu çoxdur. İlk ağlınıza nə gəlirsə, ilk hansını götürdünüzsə, onunla da davam edə bilərsiniz. Və mən bu ikisini götürəcəm. Çox uzağa getməyəcəm. Bu ikisindən x-i qabağa çıxartdım, qaldı. Buradan x-in birini götürdümsə qaldı y çıxılsın. Burada x-i götürmüşəmsə qaldı 8 y. Buradan hər ikisindən də baxıram ki, x-in də əmsalı 2-yə bölünür. Deməli, müsbət 2 y qarşıya çıxartdım. Burada qaldı bir dənə x çıxılsın. Burada da qaldı 8 y. Qaldı nə deməkdir? Yəni sən bax bu mötərizəni vurub açanda buradakı ifadə eləməlidir. Əgər vurub açanda buradakı ifadəni eləmədirsə, deməli sən düzgün qarşıya çıxartmamısan və ya düzgün yazmamısan. Bərabərdir. Baxırıq ki, artıq oxşar, daha doğrusu eyni olanlar var da. X çıx 8 y, x çıx 8 y. Bunu qarşıya çıxardırıq. Mötərizədə vurulsun. Burada qaldı x, burada da qaldı üstə belə 2 y. Bu qədər. Yəni, bu sual burada yoxdur. Mən izah elədim. 114, 115 sizin üçün evə. Gəldik hara? Hey, hara gəldik? Hə, 118, 10 yaza biləcəksiniz. 117-ni demişdik. 119'un 120'nin oxşarlarından. 120. Bunun 120-ci sualın 120'nin oxşarı yazımda. 120'nin oxşarı. Demək bu sualların çox gözəl bir həlli yolu var, amma onu sizə deməyəcəm. Çünki hələ ki 9-cu siniflər üçün o çox yəni izahlarda falanlarda da görməyəsiniz hardasa. Bir-iki uşaqlarda məsələn izahlarda bunu demişəm. Amma hamıya demirəm. Çünki bəzən o uşaqlar törəmədir. Törəmə yəni hər tam sizin səviyyənizdə deyildi. Nə ola bilsin ki, yəni tam siz anlaya bilməyəsiniz, yəni çatmaz. Biraz şübhəlidir. Oxşarın deyək, x kvadrat, rəngimizi dəyişək. X kvadrat olsun nə? Fərqli bir şey. Üstə gələk 8x, üstə gələk neçə olsun? 20 olsun məsələn. Ən böyük, ən kiçik qiymətin tapılmasının düsturu var. Yəni harda bax bunu oxudursa, ən böyük qiymətini tap, ən kiçik qiymətini tap. Ən kiçik qiymət deməli bu x kvadratın qabağı müsbət olandadır. Ən böyük qiyməti isə x kvadratın qabağı mənfi olandadır. Nəysə. Həm bunun da bunun qaydası, düsturu var. N bərabərdir 4ac minus b kvadrat bölünsün 4a. Deyəsiniz ki, ay müəllim, burada a nədir, b nədir, c nədir, bu hardan çıxdı? Demək, bu belədir də. Ax kvadrat üstə gələk bx üstə gələnsin c. Yəni budur. A, b, c buradan da yəni. İndi bu misalımızı aşağısına təzən yazıram. X kvadrat üstə gələk 8x üstə gələnsin 20. Burada a x kvadratın qabağında dayananda. Dayanmasa belə biz bilirik ki, burada bir 1 var. B x'in qarşısında dayananda təbii ki işarəsi ilə bərabər. C də burada sərbəst həddimizdir. Yəni 20-dir. İndi bunlardan istifadə edib mən bunun ən kiçik qiymətini tapacağım. Bərabərdir. 4 vurulsun. A, C. A bizdə 20-dir. C də, daha doğrusu A bizdə 1-dir. C də bizdə 20-dir. Çıxılsın B kvadratı. B də bizdə 8-dir. 64. Bölünsün 4A. Yəni 4 vurulsun 1. Bərabərdir. 80 çıxılsın 64. Bölünsün 4. Bu deyilir 80'in 64 çıxdı. 16 4'ü də böldük. Elədi 4. İndi bu deyilir həmin bu ifadənin ən kiçik qiyməti tapılma qaydası belədir. Yəni bu 119-cu və 120-ci sualların bənzəridir. Yəni bu qayda ilə yazacaqsınız. Və əgər bax bu formada bir ifadə çıxıbsa qarşınıza, deyəsiniz ki, mənim burada x kvadratı var, sərbəst hədd var. Baxın, burada x yoxdur ki, mən onun qarşısındakı b-ni deyim nədir? Əgər yoxdursa, məsələn, sən bx-in burada hal-hazırda yoxdursa, deyirsən ki, b sıfıra bərabərdir. Və ya bu formada olsaydı, x kvadrat üstə gələnsin 6x olsaydı, desəydi ki, ən kiçik qiymətini tap. Onda o deməkdir ki, burada nə yoxdur? C yoxdur da, eləmi? Onda belə çıxır ki, C burada sıfıra bərabərdir. Yəni, hansı yoxdursa, da x kvadratının əmsalı, 6x üstə gələnsə 10 varsa, burada artıq x kvadrat yoxdur axı. Yəni, yoxdursa, onda deyirsən ki, o sıfıra bərabərdir.
Ay mesela A sıfıra bərabərdir. İndi burada məsələn x yoxdur deyə deyirsən ki, B sıfıra bərabərdir. Hansı yoxdursa, axırı ki deyirsiniz ki, onun əmsalı A, B, C tutaq falan hansısa bir sıfıra bərabərdir. Bu 119-cu, 120-ci suallarına oxşardır. Bunu yazacaqsınız. İndi sizə deyirəm 121. 121 bu məsələnin davamıdır. Deyir ki, x-in hansı qiymətində o ən kiçik qiymətini alacaq. Bir var deyir, ən kiçik qiymətini tap. Ən kiçik qiymətini tap deyəndə bu yolla yazacaqsınız. ABC-ni tapasınız. Düsturu da budur. N bərabərdir 4AC çıxılsın B kvadrat böl 4A. Ən kiçik, ən böyük qiymətin qaydası budur. Bir də var deyir ki, x-in hansı qiymətində o ən kiçik qiymətini alacaq. Yəni burada ən böyük, ən kiçik qiyməti yox, o x-in hansı qiymətində aldığını maraqlanırsa nə edirsiniz? Həlli qaydası buraya qədər eyni gəlir. Sənə deyirsə ki, məsələn, bax, bu sualın yuxarısının şərtini dəyişirəm. Deyirsə ki, x-in hansı qiymətində bu ifadəsi ən kiçik qiyməti alır. Ən kiçik alır. Onda nə varsınız? Eyni qaydadır. B, n-lə hesabladınız. N-in qiymətini tapdınız 4. 4-ü tapandan sonra nə edirsiniz? Artıq bunu, yəni x kvadrat üstə gələk 8x üstə gələk 20-ni bərabər eləyirsiniz tapdığınız ədədə, yəni 4-ə. İndi gətirək hesablayaq bunu. Olur x kvadrat üstə gələk 8x üstə gələk 20, 4-ü keçdi bu yüzden çıx 4 bərabərdir 0. X kvadrat üstə gələk 8x üstə gələk 16 bərabərdir 0. Bu artıq müxtəsər vurma düsturudur. Biliriksə elə elədik, bilmiriksə elə burada da batdıq qaldıq. Birincinin kvadratı, ikincinin kvadratı, ortada da 2AB. Yəni 2 vurulsun, x vurulsun 4. Onda bizim birinci həddimiz x-dir, ikinci həddimiz də 4-dür. X üstə gələk 4-ün çöldən kvadratın düsturudur. İndi bu sıfıra bərabər olması üçün belə çıxır ki, x üstə gələk 4 bərabərdir 0, x bərabərdir mənfi 4. Deyirik ki, məsələn, x-in mənfi 4 qiymətində bu ifadəsi ən kiçik qiymətini alacaq. 3 dənə sualdır. Üçündə oxşarın həlli qaydasını belə deyək də dedim. Gəldik bu tərəfə. Düz burada çoxsunu işarələmişəm demək üçün, amma bu qədərini demək düzgün deyil də, yəni. Gərək ki, bir uşaq özdə nəsə yazsın. Buraları silək. Video uzun olsa da videoya baxın. Gəldik. 134. 134 yox, 133-dən deyim. Hansı deyim, heç özümdə qalıram ki, sizə də neysə qalsın. Nə deyək? 133-ü deyəcəm. X üstə gələk 1 bölünsün x kvadrat çıxılsın 1. Vurulsun x kvadrat çıx 2x üstə gəlsin 1, x çıxılsın 1. Kəsirlərin ixtisarı. Harda görürsünüz ki, parçalanma lazımdır, parçalayırsınız. Harda görürsünüz ki, yol mötərizə geri qayıtmalıdır, onu da yazmalısınız. Bax, yuxarıda parçalansı bir şey yoxdur deyə özü yazıldı, x üstə gəlib 1. Amma aşağıdakı artıq görürsən ki, x kvadrat çıxılsın 1. Bu, hansısa bir müxtəsərə oxşuyur. Ən məşhur müxtəsər. X kvadrat çıx 1-i parçalayasınız. X çıx 1, A çıx 1, A plus 1-lə parçaladınız. Vurulsun. Burada bir şey yoxdur, özün yazdıq. X çıx 1. Yuxarıda əgər gözlərimiz yaxşı açıqdırsa və müxtəsər vurma düsturlarını yaxşı biliriksə, görürük ki, bu x kvadrat, yəni a kvadrat çıx 2ab üstə gələk b kvadratın açılışıdır. Yəni burada x a-nın yerində durub, bir də b-nin yerində durub, amma çıxmasının x çıx 1-in çöldən kvadratı. Bundan sonra nə var? Başlayırıq ixtisara. X plus 1 ilə x plus 1 getdi. X minus 1 ilə buradakı x minus 1-in 1-i getdi. Aşağıda yenə x minus 1 var. Yuxarıdakı x minus 1 bir dənə qalmışdı. O da getdi. Yerdə qaldı nə? Heç nə. 1. Ona biraz oxşayan var. Misallarınızdan görün hansı idi o? Mayk qabağıma çıxdı. Məsələn, bax, 142 oxşardı. Onu yazmalısınız. Gəldik buna. 134. Bir də video saxlayacağım. Görüm 134-də oxşarın özüm necə bir şey yarada bilirim. Gözləyim. Davam edir. Deməli, 134-ün oxşarını deyəcəm və siz özünüz yazacaqsınız.
X kvadrat çıx 5x üstəgəlsin 6. Demək bu ifadəsini deyir sadələşdirin. Sadələşdirmək yəni nə deməkdir? Biz bunları yuxarında, aşağında vuruqlara ayıracaq. Vuruqlara ayırandan sonra nələrsə ixtisar gedəcək və ifadə sadələşmiş olacaq. Necə vuruqlara ayırırıq? Bayaq necə ki bir neçə sual sizə izah eləmişdim. Ondan istifadə edib bunu vuruqlara ayıracaq. Birinci yuxarını götürək. X kvadrat çıx 5x üstəgəlsin 6. Bunu mənim kimi aşağıda yazmaya da bilərsiniz. Mən izah edirəm deyir, məcburam yazmağa. Deməli, hansı iki ədəddir ki, vuranda müsbət 6 eləyir, toplayanda isə mənfi 5 eləyir. Və toplayanda mənfi 5, hasilində isə müsbət 6 eləsin. Dəqiqə. Toplayanda mənfi 5 eləsin, hasili isə müsbət 6 eləsin. 6 olması üçün bu 2, 3 ola bilər. 2, 3'ü toplayanda bəli 5 eləyir, amma bizə mənfi də lazım deyə deyirsən ki, bu ədədlər biri mənfi 2-dir, biri də mənfi 3-dür. Çünki mənfi 2-ni mənfi 3-ə vuranda müsbət 6 eləyir və mənfi 2 ilə mənfi 3 toplayanda doğrudan da mənfi 5 eləyir. Vuruqları, deməli, ədədləri tapdıq. Gəldi, indi burada bunu vuruqlara ayıraq. X kvadrat bir dəqiqə. X olur çıxılsın 3, bir də x çıxılsın 2. Yəni vuruqlara ayırdıq. Ədədlərimiz mənfi 3, mənfi 2 idi. Mənfi olduğuna görə ortada yəni çıxma işarəsi oldu. X çıx 3, x çıx 2. Aşağı necə yazacaq? Hansı iki ədəddir ki, bir-birinin hasili mənfi 12 eləyir, amma toplayanda müsbət 1 eləyir. Bu müsbət 1 olması bizi biraz çaşdırır. Çünki bu 2, 6 ola bilər, nə bilim 4, 3 ola bilər, toplayanda 7 eləyə bilər. Bunun biri mənfi, biri müsbətdir, 100%. Çünki hasil mənfi eləyib. Biri deməli 4, 3 olsa, bunun biri mənfi, biri müsbət olması üçün, məsələn, mənfi 4 ilə 3 olsa, hasili mənfi 12 eləyir. Tamam. Amma toplayanda böyükdən kiçiyə çıxırsa mənfi 1 eləyir. Amma mənə müsbət 1 lazımdır. Bu ödəmədi. Bu getdi. Demək bu deyil. İndi 4 mənfi 3 olsa, vuranda düzdür mənfi 12 eləyir və toplayanda da 4-dən 3 çıxırsan 1 eləyir. Deməli bizim bəli ədədlərimizin biri oldu. Mənfi 4, biri də oldu. Deməli, biri oldu 4, biri də oldu mənfi 3. Yazırıq x üstə gəlsin 4 və x çıxılsın 3. Müsbət 4 müsbət idi axı, ona görə müsbət 4 oldu. 3 də mənfi idi, oldu mənfi 3. Bax, biz vuruqlarımızı ayırdıq. Yuxarında, aşağında. Nəyiz anlamadınızsa videonu gec çevirin, bir də baxın. Deməli, burada x sıx 3'lər ixtisar getdi. Qaldı x sıx 2. Aşağıda da x üstə gəlsin 4. Və salam. Yəni 134-cü sualımızda eyni bunun əmsolu, bibsolu, yəni qohum əqrəbasındandır. 130 saxlayıram, 135-in oxşarını yazmağa çalışacağım. Oxşarını yazmağa çalışdım. Ola bilsin, məsələn, sizin misalının bu misalda biraz fərqli olsun, amma yazmağa çalışdım. O misalda deyilir, kəsirlərin kəsirlərə bölünməsi qaydasıdır. Birinci kəsir olduğu kimi qalacaq. İkinci kəsirdə tərs çevrilib və vurma işarəsi olacaq ortada. Düzdür, bunu yazmamışdan əvvəl, yəni düz bunu yaza da bilərik. Məsələn, 16 çıx a kvadrat bölünsün a kvadrat çıx 4a vurulsun a-nın kubu a kvadrat plus 4a. Bunu belə yazdıq, tutaq ki, indi başlayırıq bunu vuruqlara ayırmağa. Düz vuruqlara ayırıb da çevirə bilərsiniz. İndi vuruqlara da ayıra bilərsiniz. Baxırıq ki, yuxarı, bax bizim buradakı ifadə a kvadrat çıx b kvadratına oxşuyur. Demək, bu belə açılacaq. 4 çıxılsın a və 4 üstə gəlsin a. Bunu yazdıq. Aşağıda baxırıq ki, hər ikisində a var. A-nı ortaq qarşıya çıxarsaq, a çıxılsın 4 qaldı. Vuraq. A üstü 6-da heç nə eləyə bilmirik. Amma aşağıda yenə baxırıq ki, hər ikisindən ortaq a var. A-nı qarşıya çıxarsaq, a üstü gəlsin 4. İndi bunlardan başlayırıq ixtisar eləməyə. Bax, a üstü gəlsin 4-dən ixtisar getdi. Bu heç. Çünki bax, biri var a üstə gələk 4, biri var 4 üstə gələk. Burada heç bir fərq yoxdur da. Yəni toplananlar yeni dəyişəndə cəm dəyişmədiyinə görə bunlar elə bir-birini ixtisar eləyə bilirik. Bu getdi. Burada a üstü 6-dır. Burada bir dənə a var. Bu bir dənə a ilə. Buradan a üstü 6 getdi, qaldı a üstü 5. Burada bir dənə də a var. Burada da a üstü 5 ilə ixtisar getdi, qaldı a üstü 4. Bundan sonra necə olur? Bax,
Yuxarıda var 4 çıxılsın, aşağıda var A çıxılsın 4. Toplamada yerin sərbəst dəyişə bilirik, amma çıxmada istədiyimiz kimi yerini dəyişə bilmirik. Nəyə görə? Məsələn, adi bir misal fikirləşin. Biri var 6 çıxaq 4, cavab 2 eləyir. Biri var 4 çıxılsın 6. Burada artıq cavab mənfi 2 eləyir. Yəni çıxmada yerlərini dəyişəndə onun işarəsi də dəyişir də. Biz indi bunları bir-birinə ixtisar eləmək üçün gərək bunlar ikisi də eyni formada olsun. Eyni formada olması üçün biz bunu birinin yerini dəyişməliyik. Yəni yuxarı 4 çıxaq A-dırsa, aşağıda 4 çıxaq A olması üçün biz bunun qabağına mənfi işarəsini atmalıyıq. Ki mən bunu ixtisar eləyə bilim. Bir də var bu birində qalıb A üstü 4, aşağıda da 1 qalıbdır. Bu A üstü 4 çıxaq A-lar indi ixtisar eləyə bilərəm və qabağında bir dənə də mənfi var. Cavab qaldı bir dənə mənfi A üstü 4. Bu burada hansı misaldır? Heç bir misal deyil. Oxşarın yazmaya çalışdım. Yəni 135, 134, 135-dir evə. 136-dan bir dənə nümunə izah eləyəcəm. Buranı silək. Görüm oxşarın yarada bilən. Elə belə birin izah eləyək. Məsələn, x çıxılsın 5. Özümdən yazacağım deyə sondakı cavabdan yəni xəbərim yoxdur. X çıxılsın 5. Burada olsun x çıxaq. 5 çıx x. Burada da olsun 5. Sadə. Çox sadə oldu. Deməli, bax, bunu hər bir misal yazmamışdan əvvəl sizə onun lap ibtidai formasını göstərməyə çalışacağım ki, çaşmayasınız. Bir var 3-də 1, üstə gələk 3-də 2. Yəni biz kəsirləri toplayanda və çıxanda, orta məxrəc olanda sadəcə surətlərin bir-birinə toplayırdıq və çıxırdıq. Tutaq 13-də 1, üstə gələk 13-də 2. Deyirdik ki, su məxrəcə eynidir. Yazdıq 13 və surətlərini də toplayırdıq, eləyirdik 3. Yəni bu sadə idi. Bir də var, yəni bu məxrəclər, kəsirlərdə də onun kimi də demək istəyirəm. Məxrəcləri eynidirsə, surətlərini bir-birindən toplayıb çıxa bilərsiniz. Baxırıq ki, bizim məxrəclərimiz nədir? Birində məxrəcə x üstə gəlir, x çıx 5-dir, birində 5 çıx x-dir. Bayaq dediyim kimi, bax, elə bir yeri dəyişdi də. İndi bunları mən toplayıb çıxmaq üçün gərək bunlar ortaq məxrəcdə olsun. Ya da ortaq məxrəcə getmək lazımdır. Deməli, mən bunun bir dənə yerini dəyişsəm, mənim üçün kifayətdir ki, bunlar ortaq məxrəcdə olsun. X bölünsün, x çıx 5, birincini yazdım. Bunun yerini dəyişmək istəyirəm. Dəyişdim. Əgər bunun yerini dəyişirəmsə, bu ortadakı işarə də dəyişəcək. Mənfi olacaq. Yəni, mən ürəyim istəyən kimi bunun yerini sadəcə dəyişə bilmərəm. Çünki bu çıxmadır. Toplamada istədiyin kimi dəyişə bilirsən. Amma çıxmada dəyişə bilmirsən də. Gərək ki, onun qabağına bir dənə mənfi işarəsi atasan. Yəni, belə deyək də, ortadakının işarəsini dəyişəsən, qabağa bir mənfi atasan ki, ondan sonra işini görə biləsən. Yuxarıda deməli məxrəcimizi yazdıq, surətimiz də elə 5-dir. Surətlə işimiz yoxdur. Yəni belə deyək də, ortada çıxmadsa toplama olacaq, toplamadsa çıxma olacaq. Yəni bunu yadınızda saxlayın. Bərabərdir. Artıq orta məxrəcli x çıx 5, x çıx 5. Yazdım x çıx 5. Məxrəclər eynidirsə surətlərin bir-birindən toplayıb çıxa bilərsən. Qayda budur. Yazıram bunun surəti x, ortada var çıx və 5. Oldu, yuxarıda da x çıx 5, aşağıda da x çıx 5 və bunlar ixtisar gedir. Cavab qalıb 1. Bunun qohumu 136 evə. 137 də bunun eynisidir. Artıq 137-də heç nə yazmağa ehtiyac yoxdur. Çünki orta məxrəc x çıx 1, üstə gələk 1-dədir. Bir dənə qalır surətlərini bir-birinə toplamaq. Vəssalam. Gəldik nəyə? 138-in oxşarından deyəcəm. Məsələn, bir bölək, saxlayın videonu. Oxşarını yazmağa çalışdım. Bəs dərəcələrini yüksəltdim sadəcə. Kəsirlər bir-birindən toplayıb çıxmaq üçün orta məxrəc lazımdır. Amma heç biri orta məxrəcdə deyil. Bunu orta məxrəcə gətirməliyik biz özümüz. Birinci bu ikisinin hər ikisindən baxırıq ki, nəyi qarşıya çıxarda bilərik? A-nın kvadratını qarşıya çıxardacaq. Yəni belə deyək də, hər ikisində biri A kubudur, biri A kvadratıdır. Hansı dərəcəyə qədər ikisində də var? A kvadratına qədər ikisində də var. Ötərizənin içində yazırıq A, çıxılsın 1.
Niyə açıq 1? Çünki a kvadratın a-ya vurmalısan ki, a kub eləsin. A kvadratın -1-ə vurmalısan ki, -a kvadratı eləsin. Hə, deməli, buradan a kvadratını götürdük. Buradan a elə bir a-nın 2 dənəsini götürmüsən, bir dənə a qalıb. Burada da a-nın 2 dənəsini götürmüsən, heç nə qalmadı, yəni 1 qaldı. Hə, surətdə 1. Üstə gələk. 1 bölünsün. Burada da yenə a kvadratını qarşıya çıxardırsan, qaldı a, üstə gəlsin 1. Niyə üstə gələk bir daha, onu da bu səfər özünü tapıb çox danışdım. Gəldi indi bunu orta məxrəcə gətirməyə. Bax, indi orta məxrəcə gətirmək üçün necə deyim, məsələn, bax, 7-də 1, ay, 7-də 1 üstə gedək 5-də 1. 7 ilə 5-in orta məxrəcini necə tapırdıq? Əkobla tapırdıq, eləmi? Yəni, bunların da əkobu onların hasilinə bərabər idi. Çünki qarşılıqlı sadə ədədlər idi. Ortaq nəsə bir şey yox idi. Və ya belə olurdu da, tutaq, 1 bölünsün 14, üstə gələk 10, 1 bölünsün 10. 14'ü yazardıq 2 vurulsun 7. 10'da yazardıq 2 vurulsun 5. Ortaq hər ikisində nə var? 2. Sonra 7 bir də 5'i götürürdük. Vurulsun 7 vurulsun 5 deyildi ki, bunların orta məxrəci 70'dir. Yəni bir yolda budur da orta məxrəci tapılması. İndi biz bunu həmin bu kəsirlərə tətbiq eləsək, bunun orta məxrəci hər ikisində a kvadratı var. Hər ikisində olanı yazdım. Amma ikisində də olmayan a çıx 1-də a üstə gələk 1. Demək, bunları da bir-birinə vurmaq lazımdır. Bunu da yazdım. Yəni, orta məxrəci bunun budur. Sonra nə varıq? İndi orta məxrəcimiz a kvadratı vurulsun. A çıx 1, a üstə gələk 1-dir də. Birinci kəsirdə nə yoxdur? A üstə gələk 1 yoxdur. İkinci kəsirdə nə yoxdur? A çıx 1 yoxdur. Deməli, surətinə vuracaq a üstə gələk 1-ə. Yəni 1 vurulsun, a üstə gələk 1. Bir şey dəyişmədi, onsuz da eyni öz elədi. Üstə gələk. Burada da yenə surətini vurursan həmin bu ədədinə ya da götürdüyün ifadəyə a çıx 1 elədi. Bərabərdir. -1-dən müsbət 1 getdi. Qaldı 2a bölünsün. A kvadratı vurulsun. A çıx 1. A üstə gələk 1. Baxıram, burada nə ixtisara gedir? İxtisar yuxarıdakı a-nın 1 ilə aşağıdakı a-nın 1 getdi. Qaldı yuxarıda 2, aşağıda a vurulsun. A çıx 1, a üstə gələk 1 də a kvadratı çıxılsın 1 deməkdir. Yəni, nöqtəsəri bilirsənsə, buradan nə hardan əmələ gəldi sualını verməli deyilsin. A-nın da a kvadratına vuranda a kubu, a-nın da -1-ə vuranda eləyir çıx a. Bu misaldan çox fərqlidir. Yəni belə deyək, çox biraz qəliz kimi görsənə bilər, amma yol baxımından eyni onun kimi gedəcək. Yəni bu qədər. Ola silək. Görüm, orada indi fərqli sual var. Video biraz uzun oldu. 2x-dən baxarsın. Gəldik, burada kimləri, nəyi deyə bilərik? 140 buradan evə. Nə izah elədimsə, onun oxşarları hamısı evə, yəni artıq sual verməz. 141 deyəcəm. 141'in oxşarını deyəcəm. B kvadratı çıxılsın 81 k üstü 2 bölək. Videonu saxladım, misalı yazdım özümdən. Deməli, 141'in oxşarıdır və 141 ilə də 140 bir-birinə eyni demək olar ki, 140 biraz daha sadədir, 141 biraz azca, yəni çox cüzi düşünmək tələb edir. İnşallah düşünərsiniz. Deməli, vuruqlara ayırmalıyam ki, mən bu kəsiri ixtisar edim. Kəsiri ixtisar etmək üçün, deməli, birinci yuxarıya baxıram ki, bax bura bir kvadratik kvadratların fərqi düsturuna oxşuyur, bənzəyir. Deməli, biz bunu parçalayacaq. Həmin düstura əsasən məşhur düstur a kvadrat çıx b kvadrat bərabərdir. A çıx b və a üstə gələk b-yə bərabərlikdə. Eləmi? İmkanı versələr. Tamam. Deməli, biz indi bu yuxarı necə parçalayacaq? B çıx 9k. Bir dəfə də b üstə gələk 9k. 9k hardan çıxdı da onu biraz özünüz düşünün də, yəni hamısında demək lazım deyil. Bəzi şeylər özünüz bilməz. Aşağıdan isə baxıram ki,
hər ikisindən nəyi qarşıya çıxarda bilərəm. Məsələn, dəyişənlərdən oxşar yoxdur da. Biri B-dir, biri K-dır. Bu B-K-dan heç nə çıxmır qabağa. Əmsallara gedirəm. Biri 6-dır, biri 54. Hər ikisi 6-ya bölünür. Yəni hər ikisindən 6-nı qarşıya çıxarda bilərəm. 6-nı qarşıya çıxarsam qaldı buradan B. Burada da 6-nı qarşıya çıxarsam qaldı 9K. Niyə 9K? Çünki 6-nı 9-a vurmalısan ki, buradakı 54 eləsin də. İndi ixtisar eləyə bilərəm. B çıx 9K ilə aşağıdakı B çıx 9K ixtisar getdi. Qaldı yuxarıda B plus 9K, aşağıda da 6. Bunun oxşarı sizin özünüzündür. 142-dir və 143. 143 nədir? 143-də sadəcə müxtəsər vurma düsturların istifadə edib parçalamağınız kifayətdir ki, onu sadələşdirə biləsiniz. 144 də həmçinin onun kimidir. Müxtəsər vurma düsturu. Yəni burada əmsal falan da yoxdur da. Durun mən nə isə sizə izah edeyim. Sadəcə məsələn bir dənə yazaq. A kubu çıx B kubu aşağıda olsun. A üstə gələk B-nin kvadratı çıx AB. Yazdım inşallah doğru bir şey olur. 144'ün oxşarıdır. Səsim tutqundur, yəni üzrlə hesab edin uşaqlar. Deməli, 144'ün oxşarı və 143'ün oxşarı. Yəni bunun kimidir həll yolu. Yuxarı heç bir şeyə ehtiyac yoxdur. Müxtəsər vurma düsturu ilə parçalamaq lazımdır. O da demişdim ki, mötərizəlininki mötərizəsizdir, mötərizəsizinki də mötərizəlidir. Yəni hal-hazırda burada mötərizə yoxdur deyə, burada yoxdur deyə biz bunu mötərizəli parçalayacağıq. Yəni bəzən yadınızdan çıxır, qarışdırırsınız. A çıx B, A kvadrat plus AB plus B'nin kvadratı. Yuxarını yazdım. Aşağıda müxtəsər vurma düsturudur. Yenə A kvadrat plus 2AB plus B kvadrat. Bir də çıx AB'si var. Yuxarını hələ ki olduğu kimi yazıram. A çıx B, A kvadrat plus AB. Aşağıda da B kvadrat. Aşağıda necə? Davamı. Aşağı necə olacaq? Deməli A kvadrat plus B kvadratı yazdım. Baxıram ki, burada 2AB var. Bunda isə çıx AB var. İndi belə çıxış ki, bunlar oxşar hədlərdə. Bunları bir-birindən sadələşmək lazımdır. Biri müsbət 2-dir əmsal, birinin əmsalı mənfi olmasa belə bilirsən ki, burada bir 1 var. Və biri mənfi, biri müsbət olduğuna görə çıxırsan, olur, üstə gələk A, B. Yəni 2-dən də 1 çıxanda 1 eləyirdi, əmsalda da 1 yazılmır. Böyündə işarəsi müsbətdir deyə müsbət A, B elədim. Baxıram ki, yuxarıda da eyni şey var, aşağıda da eyni şey var. Yeri dəyişik olsa belə fərqi yoxdur. Çünki toplamada heç bir fərqi yoxdur. Bunlar da ixtisar gedir, qalır A, çıxarsın B. Bu qədər. Yəni çox qəşəng sualdır. 143-144'ü sizdən gözləyirəm. Böyük səbirsizliklə. Başqa kimi yazaq? Nə yazaq? 145'i yazın. Onun oxşarı var görüm. Maraqlıdır. %45'in rəqəmləri falan dəyişənləri dəyişəcəm. Qalanlar eyni olacaq sualına. Durub onu düşünməyə çox zaman sərf eləməyəcəm. 145. Məsələn, B bölünsün 5 çıx B. Məsələn, çıxılsın 2 bölək B kvadrat. B kvadrat yox. 25 çıx B'nin kvadratı. Üstə gələk B bölək B plus 5. Bura 10 yazacaq. Hər ehtimala bilmirəm nə olar. Olar. Dedi ki, kəsirlər bir-birindən toplayıb çıxmaq üçün ortaq məxrəcdə olmalıdırlar. Amma baxıram ki, mənim kəsirlərimin məxrəci hərəsi bir fasondadır da. Biri A çıx, necə 5 çıx B-dir, biri 5 üstə gələk B-dir. Ortadakı ümumiyyətlə bunların əlaqəsi yoxdur, amma əlaqəsi var. Onu da bilmək üçün müxtəsər vurma düsturları qəşəng bilmək lazımdır. Bax, bu ortadakı
Bu kənardakıları yazın. 5 çıx B, çıx 10 bölünsün. Ortadakını parçalayıram. Necə? Nöqtəsə vurma düsturum. Məşhur düsturu ilə A kvadrat çıx B kvadratına istifadə edib parçalayıram. Deməli bu 5 çıxılsın B-dir. 5 üstə gəlsin B-dir. Yazdım. Üstə gəlib B bölünsün. Dedi ki, toplananların yerini dəyişəndə cəm dəyişmir də. B üstə gəlib 5 yazdım. Mən bunu 5 üstə gəlib B-də yaza bilərəm. Bu getdi. İndi əgər kəsrlərin məxrəci orta məxrəcdə deyilsə, biz bunları orta məxrəcə gətirəcəyik. Necə gətirəcəyik? Baxıram ki, məxrəclərimiz biri B, 5 çıx B-dir. 5 üstə gəlib B. Yəni bu var. Həmçinin burada da var, burada da var. Elə mənim orta məxrəcim 5 çıx B-dir. 5 üstə gəlib B-dir. Yəni orta məxrəc budur. Bir nəyə oxşuyur? Məxrəclər vardı. 2, 6, 3. Deyirdin ki, burada ortaq məxrəc 6-dır. Niyə? Çünki 6 6-ya da bölünür, 2-yə də bölünür, 3-ə də bölünür. O cür. Ona elə yanaşın, yəni. Misala bunu yazanda onu düşünün. Deməli, baxıram ki, birinci kəsirdə mənim məxrəcim budur da. Birinci kəsirdə 5 çıx B var, nə yoxdur? 5 üstə gəlib B yoxdur. İkinci kəsirdə mənim orta məxrəcim elə birə-bir eynidir. 1-ə vursam kifayətdir. Burada isə üstə gələyi var, deməli 5 çıx B-yə bunu vurmalıyam. Misal özümdən yazmışam, inşallah sonu yaxşı olur. Gəldik. 5 üstə gələk B-ni vurursunuz B-yə. B-yə vurulsun, 5 üstə gələk B. Yazdım. Çıxılsın, bu çıxılsındır. Onu 1-ə vurdunuz, elə də 10. Bunu yazıram. B üstə gələk B vurulsun, 5 çıxılsın B. Bərabərdir. İndi bunu vurub açaq. 5'i B'ye vurduk 5B. B'ni B'ye vurduk B kvadrat. Çıxılsın 10. Üstə gələk. 5'i B'ye vurduk 5B. Çıxılsın B'nin kvadratı. Aşağıda da 5 çıx B'dir. 5 üstə gələk B'dir. İndi yuxarını sadələşdirək. B kvadratı ilə niyə islah olub getmədi? Tamam. B kvadratı ilə B kvadratı getdi. Qaldı yuxarıdan 5B üstə gələk 5B ilə də 10B. Çıxılsın 10. Bölək. Aşağıda da 5 çıx B. 5 üstə gələk B. Yenə deyirəm, mən misalı özümdən yazdığıma görə axırda nəsə bir ixtisar getmədi. Çünki burada onu qarşıya çıxartsam belə B çıx 1 qalır və bu ixtisar getmir. Misalı özümdən yazdığıma görə sonda ixtisar getmir. Amma sizin misalınızda sonda cavablardan da göründüyü kimi, yəni ixtisar gedəcək və məxrəciniz yoxa çıxacaq. Mən sadəcə misalın öncə gəliş bura qədər, bax bura qədər gəliş yolu mən sizə izah eləmək istəyirdim. Onu da izah elədim. Nəyə aydın olmadısa geri qayıdım, bir daha izah edeyim. Keçirəm başqa bir sualı izah edeyim. Deməli 146-cı sualda 146-cı sualda ifadəni sadələşdirin deyir. Oxşar belə də vurğulara ayırmaq lazımdır birinci bunu. Məsələn, buradan hər ikisindən 2A-nı qabağa çıxardın. Burada hər ikisindən -3B-ni qarşıya çıxardın. Sonra yəni parçalamağa çalışın. Aşağında həmçinin. Başqa nə edək? 147 ifadəni də sadələşdirin. Burada məsələn nasıl yazım? Bir dənəsi yazım, bir dənəsi sizin. Mesela 148 yazaq. 6A kvadratı B. Çıxılsın 18 AB. 147 və həmçinin 149-da 3 çıxılsın A. Aşağıda nəsə eləyəcəyim bir iş yoxdur. 3 çıxılsın A. Yuxarıda isə hər ikisinin əmsalına baxıram 6 və 18. Hər ikisi ən böyük 6-ya bölündüyünə görə 6-nı qarşıya çıxartdım. Baxıram birində A kvadratı, birində A-dır. Deməli hər ikisindən A-nı qabağa çıxarda bilərəm. Yəni kiçik dərəcəni qabağa çıxardırıqda. Bunda 1-dir, bunda 2. 1-i çıxardıb 1 dərəcəni qabağa çıxarsın. Bunda B-dir, bunda da B var. Deməli oxşar B-ni qabağa çıxartdım. Burada nə qaldı? A qaldı. Bax 6-nı da götürmüsən, B-ni də götürmüsən. A-nın birini götürmüsən, bir dənəsi qalıb. Burada çıxılsın. 6-nı nəyə vuraq? 18 eləsin. 3. A-nı da götürmüşük. A da var, B də var. Demək kifayətdir. İndi deyəsiniz ki, ixtisar eləyib. İxtisar eləmək üçün biri çıx, A çıx 3'dür. Biri 3 çıxılsın A'dır.
bayaq da buna aid misal dedim ki, bunu ixtisar eləmək üçün gərək ki, qabağa bir mənfi ataq və onların yerini dəyişək. 3 çıxısına, aşağıda da 3 çıxısına. 3 çıxarlar da getdi, qaldı mənfi 6 AB. Məsələn, 149 da bundandır. 148 sadə, 150 də sadədir. Yəni sadəcə aşağını parçalamaq və bu ikinci kəsi təsvir etmək lazım ki, ixtisar eləyəsiniz. Burada da bunu parçalamaq lazım ki, ixtisar eləyəsiniz. 151 deyə və 152 aşağını vuruqlara ayırmalısınız. Hansı ilə? O hansı ədəd ki, vuranda mənfi 6 eləyir, toplayanda mənfi 1 eləyir. O qayda ilə yuxarıdan da baxın görün nəyə qarşıya çıxarda bilərsiniz. Yine 153 də A kvadrat çıx B kvadratı ilə müxtəsər yuxarısı parçalanmalıdır. Bunu da yazacaqsınız. Burada yine həmçinin 154 sadə sualda evə 155'e hər ehtimalı evə verəcəm, amma bilirəm ki, gətirəcəksiniz mənə. 156 da həmçinin evə orta məxrəci gətirmək lazımdır. Bayaq burada uzun yazdım. Sonda dedim ixtisar oluna bilmir falan. Yəni elə bir misal yazmışdım ki, özümdən sonda gəlib ixtisar olunmadı. O qayda ilə yazarsınız. 158 də evə, 157-ni yadıma saldım. Dərsdə izah eləyəcəm. 159 da evə, 160 da evə, 160, baxın, 146-cı sualla bir-birinə bənzəyir. Yəni, istəsəz bunu bir dənsin deyim. Bir dənsin deyim, siz yazın. Deməli, 6x misalı bura bir də köçürmürəm. Sadəcə həlli yolunu yazacağım. Deməli, baxıram ki, bu x-indən hər ikisində nə var? 6 var və y var. Qarşıya çıxartdım. Qaldı x çıxılsın z. Sonra baxıram, bunda hər ikisində nə var? Y. Qarşıya çıxartdım. Qaldı x çıxılsın z. Aşağıda da x çıxılsın z var da. Ay müəllim, burada ixtisar eləyim falan 5 bəcən. Yox, hələ bir gözləsən ixtisar eləmək üçün ortada bir vurma işarəsi olmalıdır. Hər ikisində x çıx c var. Yazdım. Burada qaldı 6y. Üstə gəlsin y. İndi aşağıda da x çıx c. Kiçik c'lər də ixtisar gedir. Qaldı 6 y üstə gələ y. Bu nə tərəfsə oldu? 7y. Elə bir cavab. Qəşəng. Haydi, hə, misal mən gərək birinci sadələşdirəydim. Mən niyə belə yazdım? Ne etməliydik? Bununla da yaza bilərsiniz. Səhv yol deyil. Yəni sonda yeni cavab alacaq onsuz da. 6xy üstə gələ xy elədi 7xy. Mənfi 6cy mənfi yc. Biri mənfi 6'dır, biri mənfi 1. Toplayırıq mənfi 7yc. Aşağıda da x çıx c. Hər ikisindən 7 y qarşıya çıxarsam, qaldı x çıxılsın c. Aşağıda da x çıx c, getdi, qaldı 7 y. Yəni hər iki halda doğrudur. Bayaq yazdığım da doğrudur. İndi yazdığım da doğrudur. Test sillərimizə videonu saxlayın, yazdığıma baxın, ondan sonra davam eləyərsiniz. Video kifayət qədər də uzun oldu. Gəldik, nə edəyik burada? 166 evet. 161 de evə. 163 müxtəsər vurmaq düsturu A kvadrat çıx B kvadratdan bunu parçalamalısınız. Bu da evə. Ne qalır? 165, 162. Bilmiyorum. Sen eve verin. 167 eve. 168 eve. 170 eve. 172 eve. 173 eve. 174 eve. 175
Burada. Mama. Çum. Dum. Çıkın. Burada. Bura qədər yazmanız kifayətdir. Saxladım sonda. Bir dəqiqə burada Mama ne? 182 deyivə, Çum. 183 deyivə, 184 deyivə, 185 deyivə ifadəsi mənası var, mənası yoxdur. Biz elm həddində bəzi bir-iki misallar yazmışdıq. Yəni oradan bələdik. Ona görə verirəm evə. 189 bilmirəm, yəni işarə elətdirmişdim, etdirməmişdim. İndidən bu da evə. 188 evə. Dayanlıqda. Bu qədər.